Ölən uşaqların çoxunun ölümü inanın ki, məni tərpətmədi. Kişilik ağlamaqla ölçülmür. Kişilik ölçülür, burayla ölçülür. 13 yaşında, 14 yaşında uşaqlara baxsın, oğlanla qızdı. Asan pul qazanmaq üçün hər şey eləyirlər. Evində görmədiyi şeyi səndən belə boş-boş tələb eləməklər. Getmə yermə hərbiyə. Bunlar evə çörək aparırlar. Biz evə quru, alqış aparmırıq axı. Azğınlaşmanın da böyük səbəbkarı həmən onu kimi olan kişilərdir. Könüllü danışın bu dəfəki qonağı aktyor Türkay Cəfərli. Necəsən? Əlayam, yaxşıyam. Hava gözəldir, yavaş-yavaş düzəlir. Hələ ki, yaxşıyam. Başlayaq Spinoza'nın tanrısından. Başlayaq. Əslində maraqlı süjet xətti var idi, yəni aktyor heyətdə maraqlı idi. Amma kinoteatrda niyə tez çıxarıldı? Adımı uğursuz idi. Ad uğursuz ola bilər, çünki niyə? Dediyim kimi, bizim kütləyə, insanları nəyəsə alışdırmaq biraz zaman aparacaq idi. Sanki zaten onu bilirdik. Əslində bu film PR məqsədlə deyildi. Film art house tipində gedirdi. Biz ümid edirdik ki, insanlar bəzi janrdan bezib bu janra maraq göstərər. Çünki niyə belə deyirəm? Filmə baxanların hamısı deyir ki, neçə ildə Azərbaycanda belə ssenari, belə səpkidə bir film olmamışdı, görməmişdik. Film zaten xülyadır. Film zaten insanın təxəyyülüdür. Və burada o təxəyyülü vardı. Burada o keçmişdə həsrət qaldığımız sevginin nüansı vardı. Sevgi üçün insanın çəkdiyi bir əziyyət, zəhmət vardı. Mənə görə şəxsən mən filmdə oynamışam deyə yox, mən zövq aldım çəkildiyim üçün, o bərqi oynadığım üçün. Amma dediyim kimi, müəyyən bir etap var ki, biz hələ o sərhədi, həddi qıra bilmirik deyə. Əslində əvvəl yaxşı baxıldı, sonra problem oldu deyə ümumiyyətlə baxılmadı. Sonluğu biraz elə bir tez tələsib bitirilməmişdi. Bəli. Çünki mən də izləmişəm. Film çox axıcıdır. Gedir. Amma sonluqda elə bir ki, tələsib bitirək bunu. Çünki biz siz niyə? Orada qaranlıq qalan məsələn məqamlar var idi ki, Bərqin gözünə necə görünürdü, fəza. Onunla razıyam. Çünki filmin əslində xronometrajı 2 saat 40 dəqiqədir. Yəni bunu deyin biləsiniz, 2 saat 40-50 dəqiqədir. Amma Nizami Kino Mərkəzində veto var ki, 1 saat 40 dəqiqə olmalıdır. Və o film həqiqətən də bildiyiniz kəsilib o hala gəlib də. Ümidi var ki, indi filmi 3 bölüm formatında versinlər. Onda izləyicilərə daha aydın görsənəcək ki, həqiqətən də burada bərq necə olur ki, fəzanı fikirləşir, sonluq necə uzanacaq, orada onu görə bilərlər. Amma mən ondan razıyam. Çünki dediyimiz kimi, biraz vaxtımız yoxudur və qarşımıza o səddlər qoyulduğu üçün biz məcbur filmi Nizami Kino Mərkəzində və digər məkanlarda 1 saat 40 dəqiqə verməyə məcbur olduq. Əslində bu sualın, tapmacanın cavabı budur. 44 günlük müharibədən bəhs edən 44 filmi. O filmdə təqdim olunmadan səs-küy yaratdı ki, niyə türk aktrisa bizdə oynayıb? Razıyam, amma mən bilən məsələlərə görə filmdə, ssenaridə türk xanım olmalıydı ona görə. Yoxsa zaten bizdə o qədər güclü həqiqətən də aktrisalar var ki, ondan mən 5-50 razıyam. Amma filmin ssenarisi, ideyası fərqli idi deyə, orada türk xanım lazım idi deyə mənə belə gəlir ki, türk aktrisanı çağırıblar. Başqa da yəni bir özəl tərəfi yoxdur. Çəkilişlər necə oldu? Ağır, çox ağır, amma həqiqətən də gözəl zövq aldıq. Çünki biz hərəmiz belə deyim də, Azərbaycanın bir hər qəhrəmanın oğlun timsalında bir canlanma yaratmışdıq. Hamımızın üstə bir yük vardı. O yükü daşımaq lazım idi və bizim üçün şərəf idi. Çünki orada bizdən savayı həqiqətən də döyüşüb can qoyan uşaqlar vardı. Onlar bizə çox kömək etmişdilər. Döyüş fəndlərində, döyüş üslublarında, bütün elementlərdə. Ağır keçdi, amma dəyərdi. Çünki Azərbaycanda son dövrlər bəlkə də 10 ildən çoxdur, müharibə janrında filmlər yoxdur və bizdə ümumiyyətlə bizim ölkə içindən qarışıq, biz tarixi filmlərə, vətənpərvər filmlərə acıq. Bu bizim qanımızda var, canımızda var və artıq biz 5 ildir bütöv Qarabağı ələ keçirdik. Çünki bizim torpağımızdır, biz aldıq və bunun bir mükafatı
mədəniyyət formatında olmalıydı. Çox şükür ki, artıq silsilə şəklində davam eləyəcək, ümid edirəm və bizə görə bu daha şanlı tarixdir öz kino səhifəmizdə. Amma elə bir obraz varmı onu oynamaq istəyirsən? Var, təbii ki, var. Əslində aktyor hər obraz oynamalıdır, hər personaj oynamalıdır və zövq almalıdır. Amma var mənim də arzu elədiyim, ümid edirəm ki, nə vaxtsa olar və ümid edirəm ki, deyilənlərə görə ən çox da mən oxşayıram. Mənim istəyim, arzum Şah İsmail Xətaidir, onu canlandırmaq. Tamaşada canlandırmışam, az da olsa biraz hirsim soyuyub, amma çox cüzi. Amma hələ ki film ümumiyyətlə elə bir layihə hələ ki yoxdur, amma olsa təbii ki mən arzuları sevirəm və inanıram arzulara. Çünki mən bu işin içində zəhmət çəkirəmsə, onun bədəli, qarşılığı olmalıdır və inşallah da davam edir və olacaq da zəhmətin hesabına. Ümid edirəm ki, o günü görəcəyik. O qarşılığı ala bilirsə? Azərbaycanda təbii ki yox. Qismən hə, amma kinoda az da olsa alırsan, amma teatrda yox. Çünki Pərvin Abiyeva keçən və dedi ki, bilsəydim müğənni olardım, daha çox qazanc əldə edərdim. Onu da şəhərlərdə tənqid elədilər ki, bu qız ancaq puldan danışır. Sənət adamına pul lazım deyilmi? Vallahi elə bilsin necə, biz əvvəldən o beyindən böyüdüblər, sənət, fədai, incə sənət. Mən həmişə demişəm, əzizlərim, bu mənim işimdir, mənim hobbim deyil. Mənim hobbim gedib rəqs eləməkdir, mənim hobbim gedib futbol oynamaqdır və yaxud da mənim hobbim gedib dincəlməkdir, kitab oxumaqdır. Mənim bu aktyorluq mənim işimdir, mənim vəzifə borcumdur. Mən bununla evə, mən və yaxud mənim timsalımda aktyorlar bunlar evə çörək aparırlar. Biz evə quru, alqış aparmırıq axı. Anlayıram, alqış aktyorun ən sevilen bir nəsnəsi, nüansıdır. Amma bunu anlamalılar da. Necə olur ki, Türkiyəyə baxanda onlara şaşalı tərif yazırsınız. Amma bizə gələndə sənət, sənət, sənət. Sən sənətə dəyər verilməlisən ki, aktyor geri planda, pərdənin arxasında evindəki problemi düşünməsin. Az dramada baş verən qalmaqallar. İzləyirsənmi? İzləmirəm açığı. Çünki niyə? Mənim teatrım deyil. Təbii ki, hər dava, mədəniyyətli olan dava bizə təsir eləyir. Adam pis olur. Amma qarışmıram, maraqlı deyil. İki müsahibəndə rast gəldim ki, qadınlardan hər zaman gileylənirsən. Bu gileyin səbəbi nədir? Azğınlaşıblar, nə bilim, belə olublar. Yox, mən gileyləmirəm. Mən həmişə, amma o tərəfində oxuyunda mən həmişə demişəm ki, azğınlaşmanın da böyük səbəbkarı həmən onu kimi olan kişilərdir. Sadəcə mən bir şey üzülürdüm ki, həmişə bu sistem necə oldu ki, birdən-birə son 5-10 ilin içində belə dəyişdik. Biz məsəl üçün inkişafı niyə oxumaqda görmədik, biz niyə inkişafı gəzməkdə görmədik, biz niyə inkişafı tarix öyrənməkdə görmədik, biz niyə inkişafı başqa şeyə sərf eləmədik. İnsanı yandıran o şeylərdir. Əgər onun timsalında rahatlıq, azadlıq istəyirsənsə, başqa bir şey. Amma azadlıq başqa şeydir. Azadlıq özünə qiymət qoymaq deyil. Verilən dəyər qıraqdan verilməlidir. Və sən qiymətsiz olmalısan. Qadını da o həddə gətirən kişidir. Amma dediyim kimi, hibə bəndsənsə, orada kişi bəhanədir. Mən istəyərdim ki, o biraz səngisin. Başqa belə mənim nə işim var ki? Mənim ətrafımda o qədər qadın dostlarım var. Bəlkə də en qədərdir. Yəni, çoxunun arzu etdiyi, əl çatmağı qadınlarla biz dostuq. Bir çörək yeyirik, amma təbii ki, mən bilirəm ki, o necə hörmətli insandır, özünə qiymət verəndir. Amma digər tərəfdəki o fərdlərlə mənim işim yoxdur. Biraz da buna səbəb sosial media, televiziya olmadı. Məsələn, hazırda çox açıq şəkildə müğənnilər var ki, ya da dırnaqarası müğənnilər ki, çıxıb sərbəst deyir ki, mən evli kişidən uşaq dünyaya gətirdim, ay mənim sponsorum mənə bu maşını aldı. Sonra sosial mediada bloger adı altında qızlar var ki, bahalı maşınlarını, evlərini, səyahətlərini paylaşdılar. Biraz da bu təkan verdi mi səncə? Əlbəttə ki. Bir siz dediyim kimi, sən mənim əgər qanımda bir miskinlik varsa, əslində o bəhanədir. Telefon hamıda var, kompüter hamıda var,
şəbəkədən hamımız istifadə edirik. Baxmayaraq ki, mənim TikTokdan zəhləm gedir və çoxdan da istifadə eləmirəm. Çünki baxıram, utanıram həqiqətən ki, yəni mənim olduğum cəmiyyətin çoxu belə deyildir. Nə dəyişdi? Niyə biz bu qədər azğınlaşdıq? Niyə biz bu qədər bəsitləşdik? Əvvəl yaxşı insanlar, daha ədəbli insanlar daha çox idi. Yerişin, oturuşun, duruşun bilən bir balans, hörmət vardı. Təbii ki, indiki ağsaqqalların çoxu da özünü hörmət eləmir və cavanlardan çox şey gözləyirlər. Mədəniyyət, əzizim, mədəniyyət çox düşüb aşağı. Ona görə də kim nə gəldi, asan pul qazanmaq üçün hər şey eləyirlər. Həmin insanların böyütdüyü uşaqlar, bizim uşaqlar eyni yaşayacaq, eyni cəmiyyətdə. Bəli. Mən üzr istəyirəm, mən məsəl üçün, mən şəxsiyyəti bölüşməyi sevmirəm. Çünki bu da mənim öz şəxsi kriteriyamdır. Mən ailəli deyiləm, heç vaxt olmamışam, amma şansım üz versə, evlənsəm, sevsəm, neysə, onlar şeydir. Sonraki etapda mənim həyatdan qorxduğum şey bu cəmiyyətə uşaq verməkdir. Və suallarımın biri də Bəli, bu cəmiyyətə uşaq verməkdir. Çünki sən hər dəqiqə uşağını izləyə bilmərsən. Sən yetərincə tərbiyəni verəsən o öz yerində. Amma cəmiyyətdə bir yer var ki, o qədər azğınlaşıb ki, əgər mən pisəmsə, qoy onun da oğlu pis olsun, qoy onun da qızı pis olsun. Vəssalam, 13 yaşında, 14 yaşında uşaqlara baxsın, Luğanlı qızdır. Yəni, heç kim mənə söz deməsin, ata-ana mənə söz deməsin. Bu yaxınlarda, məsələn, yadınıza silsilə ölümlər oldu, uşaqların ölümləri. Mən uşaq sevənəm, çox, ən sevdiyim də qız uşaqlardır. Amma ölən uşaqların çoxunun ölümü, inanın ki, məni tərpətmədi. Çünki ölümün əvvəlindən ədəbsizlik dururdu. Ədəbsizlik. Bizdə əvvəl şey vardı, o cızza olmaz, amma toxunanda artıq o sənə dərs olurdu. Bir də eləmirdin. Çünki insan canı, insan ədəbi hər şeydən vacibdir bizim üçün. Amma indi mahiyyət pozulub. Ən toksik xarakter. Ən toksik xarakterim, çox çətin insanım, çox. Anında dava çıxarda bilərəm. Əslində sənə baxanda, sən hər zaman gülərsən də. Baxan deyir ki, yox, yəqin bu əsəbləşmir. Qətiyyən. Yəni, hər an dava çıxarda bilərəm. Amma həmən ana mənə dəyməsən, 5 dəqiqə mənim bütün nirsini soya bilər. Çünki məndə kin yoxdur. Sonra elə məqam olar ki, məsəl üçün, insanı silərəm. Amma bilirəm ki, səhv eləmişəm, amma peşmanam. Peşman da olsam o adama qayıda bilmərəm. Çünki sevmirəm də, nə bilim, artıq oldusa oldu. Geri dönüş mənim üçün artıq o vara baxırlar, qol deyil. Mənim üçün elə bir şeydir. Ancaq ailəm xaric, geri qalan insanların çoxuna əgər döndümsə, vəssalam. Mənim üçün həm də həyatda zahiri görkəm önəmlidir. İnsanın içindəki xarakter, xislət onun simasına vurur. Axırın dəfə özündən nə vaxt üzr istəmirsən? Buna oxşar bir dənə statusun var, şəkillə yazmışdın Instagramda. Bəli, düzdür. Axırıncı dəfə yanvar ayında deyəsən üzr istəmişəm özündən. Bəzi insanlara çox yaxşı olduğum üçün. Bilə-bilə yaxşı olduğum üçün. Əslində bilmişəm ki, yaxşı deyil haradasa. Amma o sübut eləmişəm ki, özümdən, oturdu yerinə. Sən qəsdən yaxşı formatda görmək istəmirsən o adamı, amma deyil, alınmayıb. Onda özümdən üzr istəmişəm. Axırın dəfə nə vaxt ağlamısan? Mən ağlamağı sevən biriyəm. Bəli. Əslində mən həsəd aparıram, ağlamağı bacaran insanlara. Yox, ağlamağı mən sevən biriyəm və bacardıqca çalışıram ki, işdə ağlamaq heç, o rol gərəyidir. Normalda heç olmaz ayda bir dəfə və yaxud nəmi hansısa gecənin birində ağlayıb özümü rahatlayıram. O boş söhbətdir, kişi ağlamaz, xeyr. Elə əl-əxsdə kişi ağlayar. Yalan deyirlər. Niyə ağlamasın kişi, mənim adam deyil. Bəzi məqamlarda ağlamaq kişilikdir, amma bəzi məqamlarda heç elə gör kişilikdir. Kişilik ağlamaqla ölçülmür. Kişilik ölçülür, burayla ölçülür.
Kişilik buraylandır, kişilik göz yaşı ilə deyil. Aldığın ən gözlənilməz jest bir qadın tərəfindən. Valla mən belə bir insanım. Mən həmişə kiçik şeyi böyüdən insanım. Çünki niyə? O qədər ki azalmışıq, bir-birinə dəyər verməyə falan. Onu mən görən kimi elə bir gözüm, könlüm çiçək açır da. Belə ipucu verə bilərəm ki, bəli, son vaxtlar olub, jestlər olub. Da demirəm də ki, dünya miqyası və yaxud da ev falan, yox. Mən ümumiyyətlə heç ona fikir verən deyiləm. Niyə? Şükür Allah, gözüm toxda elə böyümüşəm. Amma ən xırda şeydən belə zövq alan biriyəm mən. Mənim üçün dəyərlidir o verilən hədiyyələr. Keçən aktyorlardan biri dedi ki, ailədə qadın kişidən çox pul qazanmamalıdır. Bu uçuruma gətirib çıxarır. Razısan bu fikirlə? Baxın, əslində qadın ailənin bankamatıdır. Çünki kişi pul yığa bilmir. O bütün ailənin gücünü, pulunu xanım yığır. Ana yığır, xanım yığır, qadın yığır. Mən ikisinin də işləməyinə qətiyyən pis baxmıram. Bu normaldır və bu dəqiqə mövcud şəraitdə ümumiyyətlə normaldır. Çətindir, get-gedə çətinləşir, cavanlara şəraitsizliyi falan bu öz yerində. Amma hardasa bilirsiniz niyə razıyam? Təbii kökündən gələn bir şey. Kökündən gələndə əgər sevgi üstə qurulubsa, hardasa orada olmaya bilər. Amma yenə də hara vurursan vurur, yəni çox maaş almağı və yaxud da çox pul qazanmağı biz belə deyirik, yəni deyirsiniz qadınlara qarşı falan. Vallah çox gördüyüm üçün deyirəm də, o insanda bioloji, ruhsal cəhətdən görə bilirsən ki, istər-istəməz orada hökmranlıq kişidən biraz aşağı düşür. Aşağı düşür. Hörmət qalır, amma biraz belə də natamam qalır. Tərəzi tam bölünmür. Tərəzi tam bölünmür. Ya orada xanım elə qurmalıdır ki, sistemi, çünki ailənin bütün dirəndə, bütün taktika sxemini xanım qurur. O hiss olunmasın. Amma hiss olunsa, vəssalam, orada xəttlər dəyişir. Bəs müasir dövrdə münasibət qurmaq asandır, yoxsa çətindir? Qat-qat çətindir. Qat-qat çətindir. Artıq mən insanları 5 addımdan gözündən hiss edə bilirəm ki, nə cür insandır. Ona görə çətindir. Siz bəzi hisslər var ki, onlar artıq modunu keçib. Evində görmədiyi şeyi səndən belə boş-boş tələb eləməklər. Elə bir ki, mənim ona borcum var. Bir də yaxşı biri demişdi ki, bir də qadın belə, qadın belə. Dedi, get də mən yerimi əskəriyə, xahiş edirəm, gedəmirsən əskəriyə. Get də get mən yerimi hərbiyə. Rast ki, hər şeyi bərabər bölmək istəyirsənsə, rast ki, məndən bu qədər çox şey istəyirsənsə, get mənim yerimə döyüş. Çətindir, çox çətindir və biz onu şəxsi həyatımızda görürük ki, çox çətindir. İndi münasibət qurmaq, münasibət ümumiyyətlə yaxın durmaq çətindir. Bir xanımda axtardığın 3 kriteriya. Vizual yoxsa ruhani? Fərqi yoxdur. Bir insana vizual olaraq bəyənməsə, ona yaxın getmir. Təbii ki, mən bayaq dediyim kimi boş söhbətdir. Ya yox, mən qızın, nə bilim, xanımın, nə bilim, öd kisəsini sevirəm, bağırsağın, böyrəyini sevirəm, yaxşırım da. Zaten dediyim kimi, daha insanın o içindəki o saf gözəlliyi onun simasına vurur. Mən gözəlliyə aşıqıyam. Niyə yəni ki, mənim yanımda, əgər mənə yaraşan biri yoxdursa, mən niyə onunla münasibət qurum, niyə onunla həyatıma, nəslinə davam edeyim? Qətiyyən, mən onunla razı deyiləm. Qaldı ki, kriteriya 3, mənə aiddirsə və mən də ona aidəmsə, şəxsi məlumatları falan ancaq mənlə olmalıdır, bölüşməli deyil. Çünki o mənim şəxsi xanımımdır. Baxın, qadının və xanımın arasında böyük fərq var. Əvvəl qadınım, sonra xanımım olur və sonda gəlir ən böyük ana olur. Nəysə, onlar bəzi uzun mövzudur. Bir şəxsi mənə aid olunmalıdır, yəni bütün məsələləri mənlə, ancaq mənlə. Boş-boş, mənasız yerə mənim işimə görə
hər şeydən dava eləyib qısqancıq adı altında bəhanə axtarmamalıdır. Belə baxıram ki, sən belə xeyli qısqanc birisən və sənin evlənəcəyin xanım şou biznesdən ya sənətdən ola bilməz. Yo, mənim başıma nə gəlib, mənim qısqancıq çox olub qarşı tərəfdən də, amma bilirsiz necə stola, nə bilim, da çaynikə, kameraya belə şeylər də bəsit qısqanclıqlar. O cəhətdən mən deyirəm. Təbii ki, siz qısqanmalısan da. Qısqanmadı. İndi sistem dəyişib ki, mənim qısqanma, nə bilim, rahat gedim işim görüm, hər şeyimi yaşayayım falan. O mənlik deyil. Mən dəyəri verirəmsə, sevirəmsə, qısqanmalıyam. O da qısqanmalı təbii ki. Amma bəsit yox da, hər şeyə yox. Səbəbli şeyə qısqanmalıdır. Və izahatı verilməlidir. Boş-boş xoflanmamalıdır. Boş-boş xoflanmaq, bax bu dəqiqə evləri yıxır. Səncə yaşlı nəsil sənət adamları gənc nəslin qarşısını kəsirmi? Çoxu hə, amma tanıdığım bəzi yaşlı nəsil var ki, hər zaman bizə dəstəkdir. Hər zaman. Siz o da niyə kəsirlər? Bu kreslo və yaxud da bu divan 10-15 manatdır da. Bunun bir mahiyyəti yoxdur. Heç kimdə əvəz olunmaz deyil. Təbii ki, teatr filmi yüksəldən insandır, aktyordur. Amma hər kəsin bir həyatı ömründə bir dönəmi var da. 50 il yaşayırsan, 70 il, kimə nə qədər verdisə. O müddətdə artıq sən görsən ki, mən pas. Mən 80 yaşında durub cavan rolunu 20 yaşındakı qəhrəmanı canlandıra bilmərəm. Qoy gəlsinlər, imkan verin. İmkan verin. Aktyorun enerjisini partlatmağına imkan verin. Bəsit-bəsit tamaşa ilə, bəsit-bəsit uşaq tamaşalarla cəmaatın yollarını kəsməyin. Qəlbini sındırmayın aktyorların. Ümidini üzdürməyin. Sənət adamlarından danışmadığın kimsə var? Yoxdur, amma mənim üçün çoxu dəyərsiz olanlar var. O da ki, niyə? İşinə görə rejissora və yaxud da ona buna yaltaq alanlar mənim üçün, yəni ümumiyyətlə sənət adam deyirlər. Yəni onlar nə qədər yaltaqlansa da yenə işləri bizdən azdır, zəifdir. Çünki hamı hamını yaxşı bilir ki, kim mənfəəti üçün işləyir, kim növbəti proyektə olum deyə mənə yaltaqlanır, həm də hansısa rejissora, hansısa senaristə. Ona görə çoxu və ələxsa çoxu da bu kişilərə aiddir. Yəni baxırsan ancaq qıraqdan görürsən. Yəni ki, nəyə də, əgər sən özə güvənirsənsə, sən özü aktyor hesab edirsənsə, nədir bu yaltaqlıq? Hara kimi? Sən öləndə sənə deməyəcəklər ki, yaxşı aktyordur və yaxud da filan rolu vardı, filan rol. Deyəcəklər ki, kişi adam idi ya da üzrsən, vicdansın biri idi. Səni ancaq elə xatırlayırlar, başqa cür deyil heç nə. Yoxsa mən getdim filan yerə dincəldim, nə bilim, filan tamaşam, filan nə bilim çəkilişim. Onlar maraqlı deyil. İnsanın əqidəsi maraqlıdır. Və çox təəssüf ki, indi həmən insanların əqidəsi işə görə düşüb tapdaq altına. Kim eləyir? Özü eləyir. İnsan eləyirsə kim eləyir? Özünü eləyir. Vəssalam. Son istəyim və son sualım. Bir şeir istəyəcəm səndən. Şeiri deyirsən, son sualımı verim, son sualımı verim, sonra şeir deyirsən. Onda istəyirsiniz şeiri deyim. Tamam. Mən bir illərdir dediyim şeir var və çox xoşum gəlir deyə deyirəm. İlvar Fəhminin şeiridir. Yəqin çoxu da eşidib, çox insanlar eşidib, əziz dəyərli insanlar. Gedirəm, gözlərimi bağla mənim üçün bu gecə. Yoxdur bir ağlayanım, ağla mənim üçün bu gecə. Soyuğam öpmə üzümdən, dodağım xəstələnər. Gəl dəyiş yorğanı torpaqla mənim üçün bu gecə. Əcəl almış mənə ahuşuna yox fərqi daha. Qoca dünyanın oyuncaqla mənim üçün bu gecə. Qəmi təhlikdə yedin hər gecə məndən gizdin. Doymusansa azacıq saxla mənim üçün bu gecə. Təşəkkür edirəm. Son sualımı verirəm. Buyurun. Bunu bütün qonaqlara verirəm bu sualı. Könüllü olaraq nəyi etiraf etmək istəyirsən?
könüllü olaraq etiraf eləmək istəyirəm ki, mən artıq sevmək istəyirəm. İnsanları canı qəlbdən sevmək istəyirəm.